Layla xanım, siz necəsiz? Layla xanım, mən səs Yaxşıyam, çox sağ ol. Siz nasılsınız? yaxşı olasınız, yaxşı olasınız. Bu gün o birisi danqışları mənim hardadılar. Müsalə xanım qalıb, ondan sonra bizim o bir dənə tənbəl balaca bir xanımımız var. Adı da Aysudur. Hə, o qalıb. Zərifə xanım hal-hazırda mövcud deyil. Heç nə, sonra da Fatimə xanımdan xəbərimiz yoxdur. Ha, Fatimə xanım çoxdan yoxa çıxıbdı neçə gündür. Bəli, müəllim, keçən dəfə mənə yazmışdı ki, telefonun nəsə formatı olub, Hı -hı. bu mövzuları atarsınız. Elə onu atdım, yenə səs yoxdur. Ondan sonra yenə getdi. Heç nə, can sağlığı. Allah kömək olsun. Yaxşı olar hər şey. Arkadaşlar, önce keçsən suallarınızı falan verəcəksiniz, izahları verəcəyik. Sonra da hər zamanki qaydada işlərimizi görəcəyik. Başlayaq. Birinci yüzlüyə baxaq. Olar mı? Çünki yüzlük qəşəng şeydir. 6-cı gündə qoşulmadınız da dərsə. Allah sizi kahretməsin. Kötü kalpli cadalozlar. Niyə qoşulmamışdınız siz? Mən evdə değildim müəllim. Siz evdə deyildiniz. Sonra o Hı. birilər. Lalə xanım, siz ki dərs qaçıran deyildiniz. Nə oldu sizə? Sizə kimin gözü dəydi? Danışmayacaq, küstü bizdən. Hə, ekranı paylaşıram. Ekran. Aha. Arkadaşlar suallarınızı verin, izahlarınızı alın, mutlu olun, görək nə edirik. Uhu. Nömrələr deyin də. Müəllim 7-yə baxaq. Allahım yarabbı. Bu 7-ni uşaqlar yaman soruşdular bugün. Bugün burada kimsə nəsə uşağın tədbiri. Hə, lap yaxşı, lap yaxşı. Təkid uşağın tədbiri olsun. Yaxşı şey olsun ki, pis şey olmasın. Arkadaşım, bizim görəcəyimiz iş nədir? Deməli, gördüyünüz kimi burada 4 dənə kənara çıxan nələr var? Tikanlar deyək də. Bunu götürdüm müsbət 4. İçəri girən tikanlar isə mənfi 2 qəbul edəcəm. Müsbət 4 ilə mənfi 2-ni toplasam nə edər? Müsbət 2 edər, düzdür? Bax, burada bir dənə tikan içəri girib. Bunu mənfi 1 qəbul elədim. Burada 5 dənə tikan çöldədir. Müsbət 5. Mənfi 1 ilə müsbət 5 toplayanda nə edir? Müsbət 4 edirmi? Edir. İndi bura 2 tikan çöldədir. Yəni müsbət 2. Burada da 2 tikan çöldədir. Bu da müsbət 2. Toplayanda nə edir? Müsbət 4. Yəni A variantı. Sonra nəyə baxırıq? 30. 30. Aha. Arkadaşım deyir K ilə L-in minimal cəmi lazımdır. K, L, M, N bu dördünü toplayıb və bilirsiniz ki, belə olanda nə edirik? Birinci və sonuncu rəqəmləri yanaşı qoyuruq da. Demək, K plus L plus M plus N bərabər neçə? 21. K ilə L-i minimum soruşsa da M ilə N-i maksimum götür. Maksimum nə ola bilər? Biri 9, biri 8 edir 17. 17 üstə neçə gələndə 21 edir? 4 gələndə. Demək, K ilə L-in cəmi ən azı 4-dür. Sonra 33. Müəllim 28. 28 yaxşı, baxaq. Mən belə çox olanda çətinlik çəkirəm. Bu Bir dənə 28 söz çıxdı. deyim. Bunlarla Hı. çox işləməyiniz lazım ki, İradə xanım, probleminiz olmasın. Diqqət edin, baxın. Bilirsiniz ki, S-i K eləmə vurub MF salıb. Düzdürmü? Bəli. M-i də K eləmə vurub K eləmə alıb. M-in qiymətinin 1 olduğu ortaya çıxdı. Elədirmi? Hə, çünki özüdür. Hı. Onda 3-ü də K eləmə vuranda 723 alınırsa da, siz sadəcə 723-ü 3-ə bölürsünüz və alırsınız nə? 241. K eləmə aldıq. Gördünüz nə rahat alındı. Sonra nəyə baxırıq? 33. Hansız arkadaşımız 33 istemişti. Ay arkadaşım, ay bala. Bunu niyə səhv edirsiniz? Baxın görün nə edir. Z minus Y minus X bərabərdir suala. Bunu yaza bilərəm Z minus Y plus X. Çünki
Minus varsa da mötərizənin qabağına, mötərizənin açığına hamısı minus olacaq. Düzdür? Deməli, əslində qalsa bizə nə lazımdır? Z minus 10 lazımdır. Çünki x-dan y-in cəmi 10-dur burada. Z minus 10-u necə hesablayacağım? Z-in qiyməti mənə lazımdır. Düzdür? Bax, bu ifadələrdə burada x-dan z toplanır. X plus z. Bərabərdə 14. Burada da y-dən z toplanır. Y plus z. Bu neçədir? 18. Bu iki ifadəni tərəf-tərəfə toplasam. X plus y üstə gələk 2 dənə z bərabərdir 32 eləyir mi? X-dən y-in cəmi də burada görürsünüz 10-dur. 10-un üstdən 2z gələndə 32 alınırsa da o zaman 2z-in qiyməti 22 olur. Z-in qiyməti də 11 alınırmı? Alınır. Deyir z-dən 10 çıx. 11-dən 10 çıxanda neçə qalacaq? 1 qalacaq. Doğru cavabımız nədir? B variantı. Sonra bu uşaqlardan niyə səs çıxmır? Bax, bu Vüsalə xanım testləri atıb, 35. işləyib, özü yoxa çıxıb, qoşulmayıbdı dərsə. Mən indi bunu neyniyim? Müəllim 37-yə də baxarıq. Bu dəqiqədən al. 35 mi? Bircə dəqiqə, bircə dəqiqə. Sonra deyəcək ki, hamısının günahı məndə qalacaq. Bütün uşaqlarda belə bir xüsusiyyət var. Bizim qrupumuz hanı budur burada? Kimlər idi bizdə? Members. Atım sonra deyəcək ki, xəbərim yoxdur. Hı -hı. 30 neçə? 7? 35 mi? Əvvəlcə 35. Yaxşı, deyirəm. Baxın. 2-dən 6 alacağıq. Necə alırıq? Bu işarə olanda x-in kvadratının üzərinə x-i gəlirik. Yəni 2-nin kvadratının üstdən 2 gəlirik. 4-ün kvadratının üstdən 4. 3-ün kvadratının üstdən 3 yəni neçə edir? 12. Burada 3-dən 6 almalıyam, 4-dən 12. Kvadratdan özünü çıxırsan. X-in kvadratı minus x. Onda nədir? 2-nin kvadratı 4-dür. 4-dən 2 çıxanda 2 qalır. Bir də neqr var. 2-dən 3 alıbdır, 4-dən 15. Nədir? Kvadratdan 1 çıxıb. 2-nin kvadratı 4-dür, 1 çıxanda 3. 3-ün kvadratı 9-dur, 1 çıxanda 8. 4-ün kvadratı 16-dır, 1 çıxanda 15. Deməli, 12, 2 və 8. Neçə edir? 22 edir. Oldu mu? Oldu mən. Sağ ol. Yəni ki, Vüsalə xanım girib qurtardı mı? Vüsalə xanım, Akşamınız xeyir müəllim. axşamınız xeyir. Hardaydınız ay qız? Bayramınız da mübarək. Good bayramlar. Yox, happy holiday. Evdəydim, sadəcə başım qarışmışdı. Aha, yaxşı çatdım ha, özəl. Bəli. Görürsüz, mən sizin özünüzü düşündüyünüzdən daha çox düşünürəm. Oxumayan tələbə, tənbəl tələbə, kötü qəlbli cadal olsun. Təşəkkür edirəm, sağ ol. Dəyməz qadın olun. Neçəyə baxırıq arkadaşlar? 37 ilə 37. Bəli. axır ki. Görürsünüz arkadaşlar. Uşağı döydüm, sonra da təşəkkür elədi mənə. İndi ən əsas məsələ nədir? 2-dən 6 almalıyam, 4-dən 60. Hə, 2-dən 6 rahatdır. Deyəcəksiniz 3-ə vurdum. 4-ü 3-ə vuranda 60 eləmir axı. Kubunla işləyəcəyik arkadaşlar. X-in kubundan x-i çıxanda, yəni 2-nin kubu 8-dir, 2 çıxanda 6 qalır. 4-ün kubu 64-dür, 4 çıxanda 60 qalır. 3-ün kubu 27-dir, 3 çıxanda 24 qalır. Düzdürmü? Burada nədir? Romb olanda x-in kubunun üzərinə x gəlmək lazımdır. Yəni 2-nin kubu plus 2, 3-ün kubu plus 3, 4-ün kubu plus 4, bu da eləcək 68. Oldu? Oldu. İndi burada isə 3-dən 80 alınıb, 4-dən 255. Üstü 4-dən 1 çıxıram. X üstü 4 minus 1. 4 üstü 4 256-dır. 1 çıxanda 255. 3 üstü 4 80-dir. 81-dir. 1 çıxanda 80. 2 üstü 4 16-dır. 1 çıxanda 15 qalır. C də oldu 15. Aydındır bu. Next question'ımız hansıdır?
46. 46. 46. Bakın arkadaşım. Topla 2'ye böl. 5 ile 13'ü topsan 18, 2'ye böləndə 9. 10 ile 20'ni toplayırsınız 30, 2'ye böləndə 15. 16 ile 14 verir 30, 2'ye böləndə 15 alınır. Düzgün cavab C variantı. Mən 40-cı da baxaq. 40 neçə? 3, 43. 43 baxaq da Layla xanım. Bax arkadaşım 3 dəfə 7 neçə edir? 3 dəfə 7 25. 2'ye vuranda 42. 5 dəfə 7 neçə edir? 35. Ha, 2'ye bildim. vuranda 70. Aydındır. Bildim. Çox sağ olun. Sonra neçəyə baxırıq? 56. 48. 16'ın 9'a vuranda 144 edir. 9 dəfə 1 9 edir. Bir dəfə də 44 44 edir. Deməli doğru cavab C variantı. Vətən müharibəsinin günlərinin sayı. Sonra 56. 56. Hə, arkadaşım 26 ilə 34-dən 6 necə alına bilər? 26 üstəgə 34. Neçə edir? 60. 60-ın rəqəmlər cəmi neçə edir? 6 edir. 23 ilə 42 toplayan neçə edir? 65 edir. 6 ilə 5 toplayan neçə edir? 11. Aydındır. 38 ilə 17-ni də Bəli. toplayın. 55 edəcək. 55-in rəqəmlər cəmi 10'dur. Bu da sondur. Kaça bakıyoruz? 69. 74. 69, 74. Bəli. Arkadaşım, bax burada 8 yazılıb. Birləşib bir dənə 3 bucaqla, bu tərəfdən də birləşib 5 bucaqla. 3 ilə 5 toplayanda 8 eləyirmi? Məsələn, bura 12 yazılıb. Bu tərəfdən birləşib 3 bucaqla, bu tərəfdən birləşib 4 bucaqla, bu tərəfdən də birləşib 5 bucaqla. 3 plus 4 plus 5, 11 eləyir, eləyir. Demək əslində, fiqurun içərisində yazılan ədəd birləşdiyi fiqurların tərəflərinin cəmidir. Düzdür? O zaman nə edirəm? Bax, bu birləşib burada 8 bucaqlı ilə. Buradan birləşib 4 bucaqlı ilə, burada birləşib 8 bucaqlı ilə. 8, 8, 16, 4 də gəndə neçə? 20. Doğru cavab nədir? C variantıdır. Sonra 74 elə baxırıq. 73-də. 73-də Bəli. baxın arkadaşım. Ana və onun üçəm uşaqların yaşlarının hasili 216-ya bərabərdir. Yaşlar tam ədədlərlə ifadə olunur. Üçəmlərin yaşını müəyyən edin. Baxın. Bunlar elə bil ananın yaşı x-dir, üçəmlərin də yaşı y-dir. Elə bil x-i vuranda y-in kubuna eləməlidir 216. Yəni vurma ilə alınan bir şeydir, düzdür? Burada birinci sadə vuruqları ayıraq, sonra sizə bir məntiqini izah edəcəm onu. 216-nı sadə vuruqları ayıraq. Niyə? Çünki burada 4 dənə vuruq var. X-də, 3 dənə də Y-də vuruq. Ona görə də vuruqlardan almaq üçün bunu sadə vuruqlara ayıram. 216-nı 2-yə bölürəm, 108. 2-yə bölürəm, 54. 2-yə bölürəm, neçə alınır? 27. 27-ni 3-ə bölürəm, 9. 9-u 3-ə bölürəm, 3. 3-ü də 3-ə böləndə neçə alınır? 1. İndi burada 4 vəziyyət var arkadaşım. X ilə Y üçün 4 vəziyyət var. Belə ki, Y-in qiyməti 1 olsa, yəni uşaqların 1 yaşı olsa, ananın 216 yaşı olmalıdır. Nə dərəcədə inandırıcıdır? Ananın 216 yaşı var və uşaqların 1 yaşı var. Hə? İnandırıcı deyil. Bəli, bu olmadı. Yaxşı, uşağın 2 yaşı olsa, 2 vuraq 2 vuraq 2, 8 edir. 8-i 27-yə vuranda 216 alınır. Demək, ananın 27 yaşı olmalıdır. Uşaqların 2 yaşı, ananın 27 yaşı olması inandırıcıdır ya yox? İnandırıcıdır. Ha, bunu qəbul eləmək olar. İndi bir dənə də baxaq. Uşaqların 3 yaşı olsa nə olacaqdır? Uşaqların 3 yaşı olsa 3 vuraq 3 vuraq 3 eləyir neçə? Buna nə oldu? 81. Arkadaşlar bu. Məndə nəsə problem yarandı. Vay. Bu niyə belə elədi? Bir dakika. Görə bilirsiniz ekranı.
Mən Yox, görürəm. müəllim, donubsuz silirdik. Ha, mən də yəni Tamam. səsimiz amma gedib gəlir. Deyən görüm burada nə baş verir. Nəsə bir problem oldu. Zoom cavab vermir. Zoom donub. Proqramda problem yarandı. Ayda. Nə oldu bizə? Düzəlib müəllim görünürsüz. Hə. Mənim görüm, Amma mən özüm görə bilmirəm. ekran görünmür. Hə, ekranı görə bilmirəm. Mən ümumiyyətlə heç nə görə bilmirəm. Zoom donubdu burada məndə. Heç nə edə bilmirəm. Ekrandaca ilişib qalıb. Nə axmaq şeydir. Məndən oldu problem. Çünki kompüterdə bir ekran söndü, yandı. Həmişə olan bir şey deyildi. Məsələn, danışsam heç mikrofonun özündə səsin artıb azalması görünmür. Çox qəribə bir şey. Nə xatasıdır bilmirəm. Gəlin belə bir iş görüm də mən. İndi Ctrl Shift Escape basıram. Aha. Task Manager açılır. Zoom proqramını dayandırıram. Təzədən atacağım linki. Çünki bu donub. Hı -hı. Kompüterdə bir problem.